Cənub bölgəsinin təhsil xəritəsində yeni və müasir bir səhifə açılır. Ötən gün dövlət başçısının açılışını etdiyi Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi regionun kadr potensialına müsbət təsir göstərəcək. Mərkəzdə yaradılan şəraitlə tanış olaq bir daha. Kiber təhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, hibrid avtomobillərə texniki qulluq. Yeni açılışı olan Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində bu və digər müasir ixtisaslar üzrə kadrlar hazırlanır. Bunun üçün 7 korpusdan ibarət nəhəng infrastruktur, emalatxanalar, yataqxana və ən son texnoloji sinif otaqları tələbələrin ixtiyarına verilib. Lənkəran Dövlət Peşə Təhsili Mərkəzinin açılışından sonra bizim üçün çox geniş imkanlar formalaşır. Bu imkanlar həm peşə təhsilinin inkişafına, eyni zamanda da Lənkəran Astara İqtisadi Regionunun sosial-iqtisadi inkişafına töhfə verə biləcək qədər çoxdur. Kifayət qədər çox imkanlar formalaşır və biz çalışacağıq ki, o imkanlardan faydalı istifadə edək və regionun inkişafına töhfə verə bilək. Lənkəran Dövlət Tədris Mərkəzinin 620 hektarlıq bitkiçilik sahəsi üzrə istixanası var və bu istixanada da 35 tələbə təhsil alır. Təhsil alan tələbələr burada yeni sortdan istifadə edərək pomidorlar yetişdiriblər. Bu pomidorlar digər pomidorlardan, ştillərdən fərqlidir, çünki bunlar torpaqsız yetişiblər. Fermer qrupunda artıq 2 ildir ki, təhsilimi davam etdirirəm. Gələcəkdə fermer olmaq istəyirəm, bu işi davam etdirmək istəyirəm. Biz burada 2 sort pomidor yetişdiririk, Plamla, bir də Runner. Yaxşı məhsuldarlıq əldə etmişik. Mərkəzdə təkcə müasir tələblərə uyğun aqrar sahə deyil, həm də yüksək texnologiyalar və təbiət elmləri dərindən tədris olunur. Yeni yaradılan laboratoriyalar tələbələrə nəzəriyyəni təcrübədə sınaqdan keçirməyə imkan verir. Laboratoriyamızda gördüyünüz kimi menzurkalar, sınaq şüşələri, tərəzilər, pipetkalar, ümumiyyətlə elektron qızdırıcılar, yəni hər bir vəsait vardır və düşünürəm ki, bu illəri artıq uşaqlar əyani formada kimya biliklərinə daha dərindən yiyələnə biləcəklər. Mərkəzin əsas üstünlüyü dövlət və özəl müəssisə ilə sıx əməkdaşlıqdır. Kargüzarlıq ofis xidmətləri üzrə dərs alıram. Hal-hazırda biz asan xidmətdə praktikalarımız olur, ora gedirik. Orada fəaliyyət göstərmək bizə həddindən artıq çox yardımcı olur. Təhsil alan tələbələr burada 30-dan çox özəl və dövlət sektorları ilə əməkdaşlıq fəaliyyətinə başlayırlar. Bu müddət ərzində aldıqları peşə sahəsinə uyğun olaraq da əmək bazarına rahat çıxa bilirlər. Kiber təhlükəsizlikdən günəş panellərinin quraşdırılmasına qədər geniş spektri əhatə edən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi regionun gəncləri üçün sadəcə bir məktəb deyil, həm də uğurlu karyeranın ünvanına çevriləcək. Nuranə Tələt qızı, Röya Qarabağlı, AzTV xəbər.